Salam, mən numizmat Fərhad. Bu videoda sizə Britaniya və Kanadadan olan üzərində 2-ci Yelizavetanın həkk olunduğu çox bahalı və nadir dəmir pulları göstərəcəm. Videonu bəyənməyi unutmayın. Bu 2003-cü il Kanadanın 2-ci Yelizaveta qızıl proof $1-dır. Kraliçanın qızıl yubileyi münasibətilə döyülmüş xatirə sikkəsidir. 36 mm diametrində olan bu bullion qəpik xeyriyyə kampaniyası üçün iyanə toplamaq məqsədi ilə buraxılıb. İri iyanələr verən filantroplara təqdim olunub. PR67 dərəcəsində yüksək kontrastlı bu gözəl sikkə 2019-cu ildə $108.000, bizim pula təqribən 183.000 manata satılıb. Bu isə Britaniyanın 2020-ci ildə döyülmüş Three Graces silsiləsindən olan 1000 funt sterlinqlik qızıl proof sikkəsidir. Sikkə xalis 1 kilo qızıla döyülüb və diametri 100 mm-dir. Qeyd edim ki, qoca yaşlarında olan 2-ci Yelizavetanın təsvirinin həkk olunduğu bu bullion sikkədən cəmi 20 ədəd buraxılıb. Bu mükəmməl PR70 dərəcəsində olan dəmir pul $96.000 satılıb. Sonda 2019-cu ildə Britaniyanın Royal Mint Kral Zəbxanası tərəfindən 2 kilo qızıla döyülmüş 2000 funt Una və Şir silsiləsindən olan kommemorativ bullion qəpidir. Yüksək kontrastına görə Ultra Cameo deziqnasiyası və PR69 dərəcəsində sertifikatlaşdırılıb. 120 mm diametri olan və cəmi 4 ədəd buraxılmış bu möhtəşəm qəpik 2021-ci ildə Heritage hərrac evində $360.000, təxminən 612.000 manata satılıb.